Orada müştərilərə deyəndə ki, 45 manata nə gedir? 45 manatın içində heç bir paqon hesablanmır. Bəli. Bax, əslində bu da paqondur, bu da paqondur. Bunlar paqondur. Bəli. Bu kitablar paqondur, o baş paqondur, pəncərə qırağı paqondur. Heç nə hesablanmır. 45 manatın içində mal, material usta sadəcə müştərilər nə seçir? Rəngləri seçir və detalları seçir. Onun belə qatarı. Hər bir şey daxil 45 manatdır bir kvadratı. Pəncərə kənarlarını seçirsiniz. Hamısını deyirsiniz, sifarişlərini verirsiniz, gəldik bütün rayonlara, bütün bölgələrdə gəlir. Kərimoğlu fasad işləri olaraq Bəli. Azərbaycanın bütün bölgələrinə gedirik. Düz Mardinova kimi gedə bildik. Bəli, bəli. Kimi gedirik inşallah. Bax, görsən malları, bu məhsulat. İndi Talib, o tərəfə də göstər qardaş bir dənə. Bax, bunların kvadratı 42 manata, 43 manata çıxır. Nəmişdən əziyyət çəkənlərin nəzərinə, tək-tək divarlardan ötürü. İndi elə bil bunun neçə dənə müştərilərimiz var, bunları vurublar, indi görürlər. Bax, hər cürə bax mallar var. Yəni, çok güzel korun malları değil. Bir de elə bil burada əsas bizə nədir? Əsas bizə ev alıb satanlar var. Burada çox qiymət deyə bilmirik, kimisə bazarı ölməsin. Elədir, elədir. Bizdə mal topdandır. Gəlin Sədrək Ticarət Mərkəzinə, Abşeron Ticarət Mərkəzi. Meyvəldən Lökbətana gələn yolun üstündədir. Gəlirsiniz burada bütün mallardan əldə edib. Hər cürə, hətta belə sifarişiniz varsa, özel sifarişləriniz varsa, özel sifarişlər də veririk. Çox gözəl müəllim. Buna bax. Gözəlliyə bax. Vay, 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 vay. Bəli, Allah köməyin olsun müəllim. Yəni, bəhliyinə malın Söhbət ola bilməz. İnşallah buyurun gəlin, Allah qoysa, hansı bölgədəsiniz, bizə bir gün xəbər verirsiniz, həmən yanınızdayıq. Kərimoğlu fasad işləri, Azərbaycanın bütün bölgəsində sizdən. Sağ olun. Sağ ol müəllim, Allah razı olsun, çox sağ ol.